Mənsur qardaş, bu kəlməni deyənlər çoxdur. Məsələn, burada biri yazıb ki, Allah Məhəmməd ya Ali. İnşallah ona da toxunarıq. Allahın izni ilə. Məsələn, deyir, 12 imamlarımızı niyə yad eləmirsiniz də? La ilahe illallah deyirlər. Deyir ki, mən müsəlmanam, la ilahe illallah deyirəm. Amma deyir ki, tərcüməsi odur ki, Allahdan başqa Allah yoxdur. Bu cür nə tərcümə edir? Və bu cür nə də öyrənib? Bəli. İnşallah bu la ilahe illallahın mənası nədir və onun tələb etdiyi nədir bizdən? Birinci və ikincisi təsdiq və inkarı. La ilahe illallah, la məbudə bi haqqin illallah. Allahdan başqa haqqı ilə ibadətə layiq olan məbud yoxdur. La ilahe illallahı tərcümə eləyəndə və ya şərh eləyəndə çox insanlar azıblar. Ona görə ümmət iki kəlmədə azıb. Bir qismi la ilahe illallahda azıb, şirkə düşüb. Bir qismi də Muhammed Rasulullahda azıb, bidətə düşüb. Necə din bu iki dayaq üzərində dayanıb. Azanların da dindən uzaq düşənlərin də bunun üzərindədir. Yəni, din bundan qırağa çıxa bilməz. La ilahe illallah Muhammed Rasulullah. Ya insan la ilahe illallahında naqislik olur, ya Muhammed Rasulullahında naqislik olur. La ilahe illallah o deməkdir ki, Allahdan başqa haqqı ilə ibadətə layiq olan məbud yoxdur. Və bunu biraz izah edək. La ilahe, yoxdur ilah. La ilahe, nəfi. İlah yoxdur. İllallah, Allahdan başqa. Ümumiyyətlə, Allahdan başqa Allah yoxdur. Yəni, bu ərəb dilini bilməməkdir, yəni, avamlıqdır. Yəni, bu la ilahe illallah'a başa düşməməkdir. La ilahe illallah eləməlidir. La ilahe, ilah yoxdur və ilah sözü məbud deməkdir, ibadət olunan. La ilahe, ibadət olunan yoxdur. İllallah, Allahdan başqa. Amma biz baxırıq ki, Allahdan başqa ibadət olunanlar var axı. Allahdan başqa ibadət olunan daşlar var, ağaclar var, insanlar var və bəziləri də qəbirdir, içində heç nə yoxdur, insanlar allanıblar. O zaman la ilahe illallah həqiqi mənası Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Çünki Allahdan başqa ibadət olunan məbudlar var. Nə üçün Allah Teala bu qədər təfsilata gedmirdi ərəblərə? Bu ayanı nazil edəndə bu qədər təfsilata gedmirdi. Çünki onlar başa düşürdülər ki, öz ilahlarını tərk eləmədilər. La ilahe illallah haqq məbuddan söhbət gedir. Ona görə Allah Teala onlardan xəbər verdi Muhammed s.ə.və. Onlar deyəcək ki, əcəaləl əlihətə iləhən vahidə. O bizim ilahlarımızı bir ilah eləmək istəyir. Yəni bizim ibadət etdiyimiz bu qədər ilahlarımız tərk eləyək biz. Bu qədər bütlərimiz var, qəbirlərimiz var, pirlərimiz var. Sən deyirsən ki, bunların hamısını tərk eləyək, bir dənə Allaha ibadət eləyək. Bəli. Yəni onlar belə deyirlər mənada. Və la ilahe illallahın mənası əgər Allahdan başqa Allah yoxdursa, onda Allah Resulü sallallahu əleyhi və səlləm müşriklərlə mübahisə eləməli deyildi. Çünki Allah Teala buyurdu ki, gəldi onlara desin. Bəli, çünki Allah Teala buyurdu ki, və la in sa'altahum man xalaqas semawati vel ard. Onlardan soruşsan ki, yeri göyü kim yaradı? Billah yəqulun Allah. Deyirlər Allah yaradıb. Allahdan başqa Allah yoxdur da heç bir ixtilaf yoxdur. Peyğəmbərlərin qövmlərlə ixtilafı Allahın varlığında, yoxluğunda yoxdur. Peyğəmbərlərin qövmlərlə ixtilafı Allahdan başqa ibadətə layiq olan məbud var, yoxsa yoxdur. Bundaydı və bu da la ilahe illallahın gərəkliyidir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem əmisi Əbu Talibə dedi ki, qul la ilahe illallah. Denən la ilahe illallah. Bəyəm Əbu Talib Allahı inkar edirdi. Deyirdi ki, Allahdan başqa Allah da var. O sadəcə baxdı, həmin vaxtda Peyğəmbər sallallahu ona deyən zaman baxdı Məkkə müşriklərinə, Məkkənin əşrəfləri durmuşlar onun başında. Dedilər ki, sən babalarımın ibadət etdiklərini tərk edəcəksən, fikir verin. La ilahe illallah çağırır Peyğəmbər s.ə.v. O da babalarına ibadət etdiyinə də çağırır. Allah Resulü ki, ey əmi, denən la ilahe illallah bu kəlməni Allah qabağına sənə, Allaha bu kəlməni hüccət olaraq gətirəcəm. Sənə şəfaət edəcəm. Yenə baxır onlara. Onlar deyirlər ki, sən babalarımızın ibadət etdiyi, Qureyşin ibadət etdiyini tərk edəcəksən və o nəfsinə uyaraq, qövmünün qınağından qorxaraq dedi ki, mən Qureyşin etiqadında ölürəm. Və Peyğəmbər səsəm ağladı. Allah Teala onun üzülməyini gördü. Allah Teala Quran-ı Kərimdə buyurdu ki, İnnəkə lə təhdi mən əhbəb. Sən sevdiklə və hidayət verə bilməzsən. Lakin Allah istədiyinə hidayət verər. Yəni hidayət sənlik deyil. Sən dəvət elədin, çağırdın onu. Əgərlərin Peyğəmbər sallallahu aleyhi ve sellemdən Məkkə müşriklərinin xüsus da Əbu Talibin mübahisəsi la ilahe illallah, yəni Allahdan başqa Allah yoxdur məsələsi olsaydı, onlardan soruşanda deyərlər ki, Allah yaradıb hər şeyi. Əbu Talib deyirdi, bəyəm Allah yaradmayıb. Ona görə Əbu Talib öz qəsidəsində nə deyir? Deyir ki, əgər qövmümün qınağından qorxmasaydım, mən Muhammədə tabi olardım. Çünki onun dini və onun gətirdiyi ən saf dindir. Lakin qövmümün qınağı və yaxınlarımın baxışları, sözləri məni o şeyə qoymadı və mənə mani oldu.
Və la ilahe illallah Allahdan başqa ibadətə layiq olan məbud yoxdur deməkdir. La ilahe illallah Allahdan başqa Allah yoxdur deməkdirsə, bu məsələ müsəlmanlarla ateistlərin arasında olan məsələdir. Bəli. La ilahe illallahı Allahdan başqa məbud yoxdur kimi başqa cür təfsirlərlə təfsir edənlər, onlar hamısı yəni avam insanlardır çoxu. Hətta Seyyid Qutb deyib ki, la ilahe illallah, yəni la hakimə illallah. Allahdan başqa hakim yoxdur. Onlar da hakimiyyədir əsas. Və deyib ki, Allahdan başqa hakim yoxdur. Və söhbəti gətirmək istəyib Allahın hökmünə hökmləmək məsələsində. Və o da orada azıb. Yəni la ilahe illallah, la hakimə, Allahdan başqa hakim yoxdur. Bəyə müşriklər deyirlər ki, Allahdan başqa hakim var. Onlar deyirlər, Allah da hakim. Hər şeyi yaradan, hər şeyin hökm sahibi Allahdır. Lakin onlar Allahla yanaşı ibadət edirlər. Buydu məsələ. Peyğəmbərlər də gəldi dedi ki, o cür eləmək olmaz. O cür eləmək Allaha şərikdir, o cür eləmək Allaha qarşı gəlməkdir və Peyğəmbərlər qövmlərini la ilahe illallahla düzəldirdilər. Yəni